Bismillahın Quranda mövqeyi, hörməti, özəlliyi. Deyirlər ki, Seyyidul Ayat, ayələrin seyididir. Ər-Rəhman Arusul Quran, Quran gəlinidir. Niyə demişəm, yadında gəl çıxmayıbsa. Yasin Qəlbul Quran, Quran ürəyidir. Niyə? Orada ayə var, neçənci ayədir? 51-52-ci ayədir. Bəlkə ayənin yerini səhv salam rəqəmi. Selamun qavlun min Rabbir Rahim. 51-52 deyil, dəqiq. Zihimdən çıxdı. Bəlkə də o da nə, hər bir halda. Yasında Selamun qavlun min Rabbir Rahim. O ayə görədilər ki, Yasin Quranın nə idi? Qəlb ürəyidir. Fatihə Ummul Quran, Quran ansıdır. Quranın ağası, Seyyidul Quran, Quranın ağası, yəni ən böyük bir dedə ayəsi, ən çox olan surə nədir? Bəqərə. Quranın ağası odur. Məsələn, ən gözəl surə, ən gözəl ayə, ən ümidverici ayə, bunlar hamısı ayrıca mövzulardır. Bir də var ayələrin seyyidi. Bismillahirrahmanirrahim. Ayələrin seyyididir, əşrəfidir, ağasıdır. Ki, hədislərimiz var burada, mən bu özümü demirəm. Hamısı bax, kitabın əlimin altındadır, mənbələri var burada, Bəhərlan var da var, Təfsir Əl-Mizanda var və s. Rəvayətdə var ki, Bismillahirrahmanirrahim, ayələrin seyyididir, ayələrin ən əzizidir. Allah Taala'nın kitabında o bir hesab olunur əzəmətli bir ayə ünvanında, cümlə ünvanında, bəziləri onu uğurladılar. Bir hədis var. Bu açıq bu cümlə, bir dərsi var, tətbiqi fiqh, müqayisəli fiqh, yəni məzhəblər arası fiqhi bəs. Mən şah fikrim var keçəm sizə, indi mən deyim. Məzhəblərdə dəstəmaz, oruc, qüsul, namaz, niyə fərqlidir? Etiqadda birlikdə, məsələn, imamət mövzusu var, ədalət mövzusundan fərqli fikirlər var, məzhəblərdə fərqli görüşlər deyək, ixtilaflı nəzərlər. Bir də var bu düşüncələr hətta fərqli əhkamda da. Məsələn, biri belə qılır, biri əl açıq qılır, biri elə qılır. Bu əhkamı mövzulardır. Deyib, bu da həmçinin. Bismillah məsələsi orada böyük bəhs olunur. Ona işimiz yox, biz oraya girməyək. Çünki ayrıca bir fakültədir, elmdir. Burada hədisi mən deyirəm. Başqa hədis var İmam Sadiq əleyhissalamdan. Deməli, buyurur ki, Allah öldürürsün o insanlara ki, Quran-ı Kərimdə Bismillah kimi ən böyük olan əzəmətli ayəni, əlaməti oradan da vaz keçdilər və bidət ortaya qoydular. Çünki bəzi məzhəblərdə belə zalim deyəndən sonra Bismillah demədən keçirlər başqa surəyə. Aydındır. Və Peyğəmbərə hədis var, deyir ki, Şiə və Sünni bu hədisi qəbul edir. Hədis budur ki, hər işin əvvəlində Bismillah desin insan, onun çox-çox xeyri var. Bismillah deyəndə iş yarımçıq qalmır. Birinci ayə, Bəsmələ Həmd surəsinin əvvəlində Əsasul Quran, Quranın əsası ünvanında salib, müstəqil ayə ünvandadır. 114 surə 113-ü. 113-ün əvvəlində Bismillah gəlib, ayə sayılmır. Surənin bir hissəsidir, amma ayə sayılmır. Yaxşı. Amma Fatihənin əvvəlində olan isə həm də ayədir. Yəni, o da surədəndir. Tövbədən başqa dediyimiz kimi, hər bir surə əvvəlində Bismillahirrahmanirrahim var. Bu barədə fərqli fikirlər var. Bəzidir, Bismillah, məsələn üçün, hər surə əvvəlində olsun, olmasın və yaxud da o surələrdən də salir. Məsələn, Fatihənin əvvəlində olan bəsmələ salir birinci ayə. Quranı görmürsünüz, ora biri qoyur. Amma o birilərində bir qoymur. Məsələn, Yasinə biri qoyur, ondan əvvəlki Bismillaha bir qoymur. Yəni, bir ayə ünvanı deyil. Surədəndir. Yəni, Bismillahirrahmanirrahim Yasin. İkisi bir yerdə bir ayə sayılır. Yaxşı. Bəzə gəlib bəhs edirlər ki, məsələn, Bismillah o surələrdə də ayədir, ayə deyil. O da gedib çıxır, təkələm, fikir məsələlər. Ona işimiz yox. İmam Rıza əleyhissalam buyurur ki, atamdan eşitdim, o atasından filan. Deyir ki, ilk surə ki, yəni ilk nazil olan surə nədir? Bizir Ələq.
Belədir, mən demirəm səhvdir. Məhəllə sən deyir, Bismillahirrahmanirrahim, iqra, bis rabbikəl-ləzi xalaq. Bismillahsız deyil. Yəni Peyğəmbər gələn Bismillahla bir yerdə ələqin ilk bir şayəsi olur. Nəinki Bismillahsız ələq. Deməli, burada sual verilir. 113 sürədən deyir, Bismillah var. Bəs həmdə bu Fatihədə salim obrazlarına salımı. Fəxr Razi Əhl-i alimidir. Bu ayənin sözün izahında belə deyir ki, heç bir problem yoxdur ki, Bismillah Fatihədə tək başına sur olsun, ayə olsun. Amma digərlərində isə müstəqil ayə deyil, ayə birləşib bir cümlədir. Bismillahirrahmanirrahim, inna a'taynakal kavsər. İkisi birdə bir ayə sayılır.